Pasiyentimiz Ağdaş rayonundan müraciət edib, bir təvəllüdlü kişidir. Böyrək ağrıları sağ tərəfdə olurdu. Yox, birinci baba sağ tərəfdən tutdu. Qıçama verdi, şişdi. Ondan sonra baba sol tərəfdən verdi, qızardı. Qızarandan sonra o həkim maz yazdı, 3 gün ərzində o çəkildi, getdi. Ondan sonra bax, belə o qan məsələsi gəldi. 5 dənə iynə vurdular, o dayandı. Ondan sonra tabletka yazdı, dedi, 1 ay bu tabletkanı atarsın. Amma hal-hazırda böyrəklərdə ağrı yoxdur da. Yaxşı, aydındır. Təngə nəfəsliyi olurmu? Təngə nəfəsliyi, Təngə nəfəsliyi olur. Bayaq da vurğuladı, silikdə qızartı olmuşdu, qan olmuşdu. Hal-hazırda siliyə gedəndə də rəngində dəyişiklik var, eləmi? Tamam, yaxşı. Dərinə nəfəs alın, saxlayın zəhmət olmasa. Sol böyrəyimiz təmizdir, ölçüləri normaldır. Sağ böyrəyimizdə çoxsaylı daşlar var. Bizdən öncəki müayinədə 1-2 daş demişlər də sizə. Rahat olun, rahat nəfəs alın. Amma çoxsaylı daşlar var gördüyümüz kimi. Ən böyük daşın ölçüsü təxminən 2 cm-dir, 19-20 mm gəlir. Dərinə nəfəs alın yenidən. Bu daşlar sidik axarına düşsə ciddi problem yaradacaq. Həm kəskin ağrı, həmçinin bu ölçüdə daşların özünün daşların xarici olması biraz çətin məsələdir. Ona görə əməliyyat göstərişdir.